Bu dərsdə informatika və informasiya barədə məlumat alacağıq. Əvvəlcə bu vəsait barədə məlumat verim. Bunu süni intellekt vasitəsilə hazırlamışam. Notebook LM vasitəsilə. Maraqlı, bəzəkli şəkillər vasitəsilə informasiyanın alınmasını sadələşdirir. Baxaq birinci informatika termininə. İnformatika, informasiyanın xassələrinin əldə olunmasının, saxlanılmasının, ötürülməsinin, emalının, üsul və vasitələrini öyrənən elmdir. İnformasiyanın xassələri barədə növbəti dərsdə məlumat veriləcək. İnformasiyanın əldə olunması onun qəbuludur, alınmasıdır yəni. Sonra saxlanılması, ötürülməsi, emalı, bunlar birlikdə informasiyanın əsas prosesləri adlanır. Yəni bir sözlə informatika, informasiya proseslərini öyrənən elmdir. İnformatika termini bu iki sözdən yaranıb, informasiya və avtomatikadan. Buradan götürülüb infor, bu hissədən də götürülüb matika. Olub informatika. Yəni, informasiyanı avtomat qurğu vasitəsilə, avtomat qurğu deyəndə, yəni kompüter, telefon, bunun vasitəsilə emal eləyən, ötürən, saxlayan, yəni informasiya proseslərini icra eləyən bir elm adlanır informatika. İnformasiya termininə baxaq. İnformasiya termini əsas anlayış olduğundan ona tərif verilmir. Latıncadan tərcümədə informatio məlumat, ifadə, izah deməkdir. İnformasiya əvəzinə bəzən praktikada verilənlər və ya bilik sözlərindən də istifadə oluna bilir. Amma bunlar fərqli-fərqli şeylərdir. İndi bunlara baxaq görək fərqlilik nədir? Verilən nədir? Verilən hər hansısa bir qeyd olunmuş məlumatdır. Düzdür, informasiyanın özü də verilən olur. Əvvəlcə verilən olur ki, sonra informasiya əldə edə bilirik, ondan da bilik əldə edə bilirik. Yəni, əsas bünövrəsi veriləndir. Qeyd olunmuş hər bir siqnal verilən adlanır. Məsələn, burada baxaq, 8848 rəqəmi yazıblar, ədədi olmalıdır. 8848 ədədi. Daxil olunubsa, biz buradan hələ ki heç nə bilmirik, heç nə başa düşmək olmur. Görək, bu nəyi ifadə eləyir? Bu sadəcə veriləndir. Qeyd edilmiş hansısa bir siqnaldır. İndi, bu məlumatda da, informasiyada da yazıb ki, Everest dağının hündürlüyü 8848 metrdir. Artıq burada 8848-in mənasını anladıq. Yəni, informasiya aldıq. Biz bu informasiyadan istifadə eləyərək yeni nələrsə əldə eləyə biliriksə, müəyyən qərarlar qəbul eləyə biliriksə, həmin informasiya biliyə çevrilə bilər. Burada yazılan məlumata baxaq, həmin yüksəklikdə xüsusi oksigen avadanlığı lazımdır. Bu məlumata əsasən bu qərara gəldiksə, deməli bilik əldə eləmişik. Ümumiyyətlə, biz məlumatlar oxuyuruq, dərslərimizi oxuyuruq və aldığımız o məlumatlar əsasında da imtahan verəndə müəyyən suallarla qarşılaşanda biliyimiz varsa onu yaza bilirik. Yəni, dərsi normalda oxuyarkən oradakı məlumatlar veriləndir. Onları biz başa düşürüksə, bizim üçün informasiyaya çevrilir. Həmin o informasiyadan qərarlar qəbul edə biliriksə, onda bilik əldə etmiş oluruq. Baxaq indi insan informasiyanı necə qəbul edir? İnsan informasiyanı duyğu üzvləri vasitəsilə qəbul edir. Duyğu üzvlərimiz bunlardır: göz, qulaq, burun, dil və dəri. Bu duyğu üzvləri vasitəsilə aldığımız informasiyanın növlərinə də baxaq. Göz vasitəsilə aldığımız informasiya görmə informasiyası yaxud vizual informasiya adlanır. Qulaq vasitəsilə aldığımız informasiya səs informasiyası yaxud audial informasiya adlanır. Dil vasitəsilə aldığımız dad informasiyası, burun vasitəsilə aldığımız qoxu informasiyası, dəri vasitəsilə aldığımız taktil informasiya, yaxud da bəzi yerlərdə daktil də keçir, D ilə daktil informasiya adlanır. İnsan ən çox göz vasitəsilə məlumat alır, 80-90% gözlə alınır məlumat. Bəzi ədəbiyyatlarda keçir ki, 90% gözlə alınır, 9% qulaqla, 1% də yerdə qalan digər duyğu üzvləri vasitəsilə informasiya alınır. Taktil informasiyaya bir dənə baxaq. Taktil informasiya elə bir informasiyadır ki, hansısa bir əşyanın yumşaq yaxud da bərk olması taktil informasiyadır, yaxud da isti və soyuq hiss olunur. Bu hiss elədiyimiz məlumat taktil informasiya adlanır.